Uşaqlar, nəfəs alanda sifət su içində qalmalı. Qulaq fikirlə qalsın. Suyun içində qalsın. Qaldırmaq olmaz. Sən qaldırırsansa, avtomatik ne olur? Ayaqlar düşür aşağı. Ya da istiqamət düz olmalı düz içində. Düz xət düz olmalı, düzdür. Siz başınızı qaldırın yuxarı. Ayaqlar düşür aşağı. Fikir çox əsrə. Kiməsə qaranlıq qalanırsa? Qalmasında necə düz qalsın? Az. Bak, müteşem misal çekip başlasın. Eyni bu misal sen başını kaldırın yukarı, bu kadar sağlam. Yani ayak düşəndə, hamısı bir zəncir var qaldı. Sən başını çox qaldırın yukarı, ayak düşəndə, varlığı anlamada çox düşüyor. Bunu qaldırın üstüne düşür aşağı. Hər şey zəncir, ayrı qarşıdır. Və qolunu əyildirə görə, qolunu hamı qalırsan bayrağı. Düz qalmaq lazımdır. Qolu sərt çəkmək lazımdır. Bir də buradan aşağı qədər boş saxlamaq lazımdır. Sıxmasa. İndi əlcəklər əlcəkli, başqa da var ayaq arasında işləyir, 5 nəsələr işləyəcəkdir.